Salamlar. Bugün sizinlə ən gözəl, dəqiq, düzgün reseptlə qatları vərəq-vərəq, üzəri kövrək, o qədər kövrək ki, əl vuranda qatlar pul-pul tökülür. İçərisi yumşaq, ləzzətli Bakı badamburasının hazırlama qaydasını bölüşürük. Sizdən ricamız kanalımıza dəstək olmaq üçün bu videonu sonuna qədər izləyin. Əgər bəyənsəniz like edin, şərh yazın. Şərhlərdə ən azından bir gül də olsa göndərə bilərsiniz bizə. Yoğurma qabına 1 kiloqram ələnmiş un, 1 silə çay qaşığı duz və 1 dolu çay qaşığı şəkər tozu əlavə edib qatırıq. Kənarda 10 qram mayaya, xəmiri yoğurmaq üçün götürdüyümüz 250 ml üstə gəl 1 xörək qaşığı ilıq sudan biraz əlavə edib mayanı suda həll edirik. Yaş maya yoxdursa siz 1 silə çay qaşığı quru maya götürün. Onun üzərinə suda həll etdiyimiz mayanı, 4 ədəd yumurta, 200 qram yumşalmış kərə yağı və ilıq suyu əlavə edib ələ yapışmayan yumşaq xəmir yoğururuq. Xəmiri yaxşıca yoğurmaq lazımdır ki, badambura gözəl alınsın. Onu da qeyd edeyim ki, biz adətən badambura xəmirinə 250 ml su və 1 xörək qaşığı üzüm sirkəsi əlavə edirik. Bu dəfə üzüm sirkəsini su ilə əvəzləmək qərarına gəldik. Üzüm sirkəsi badambura xəmirinə kövrəklik verir. Yəni ümumi 250 ml üstə gələk 1 xörək qaşığı sudan istifadə elədik xəmiri yoğurmaq üçün. Xəmiri yoğurduqdan sonra üzərini örtüb mayalanmağa qoyuruq. Adından da göründüyü kimi badamburanın içliyi badamla hazırlanır. Amma biz bu dəfə istədik yarı fındıq, yarı qozla eləyək. Belə də ləzzətli olur. Ümumi 350 qram ləpə lazımdır bizə. 240 qram fındıq, üstə gəl 110 qram da qoz götürdük. Hər ikisini badam maşınından keçirdib 300 qram şəkər tozu və yarım çay qaşığı hillə qatıb içiyi hazırlayırıq. Badamburanın qatlarını yağlamaq üçün 500 qram kərə yağını əridirik. Bu arada xəmir də mayalandı. Onu əvvəl 2 bərabər hissəyə bölürük. Sonra hər hissəni də 8 bərabər hissəyə, ümumi 16 hissəyə bölüb kündəliyib yığırıq. Hər kündənin də çəkisi təxminən 105 qram olur. Kündələrdən 8-in üzərini örtüb soyuducuya yerləşdiririk. Qalan 8 kündə ilə işə başlayırıq. İndi yayacağımız kündəni saxlayıb qalanlarının üzərini örtürük ki, qurumasınlar. Kündələri nazik açırıq. Biz badambura yuxalarını diametri 60 cm olan mis məcmeyinin içərisində yağlayacağıq. Təbii ki, belə bir məcmeyə şərt deyil. Hər hansı bir düz səthdə də eləyə bilərsiniz. Havalar soyuqdur, məcmeyi də metal. Əgər onu kərə yağı ilə yağlasaq, kərə yağı donacaq, yuxa yapışacaq məcmeyə, rahat ayırmaq olmayacaq. Ona görə də məcmeyini günəbaxan yağı ilə yağlayırıq. İlk yuxanı salırıq, dartıb məcmeyin ölçüsünə çatdırırıq. Xanımlar, görürsünüz necə gözəl xəmir yoğurmuşuq. Elastik və sözə baxan. Siz sonda hazır olan badamburaların necə qat-qat kövrək olduğunu görəcəksiniz.
Yuxanın üzərini əritdiyimiz kərə yağı ilə yaxşıca yağlayırıq. İkinci yuxanı da salırıq. Onu da həmçinin dartım məcmeyinin ölçüsünə çatdırıb yağlayırıq. Və bu qaydada qalan kündələri də, yəni qalan 6 kündəni də yayıb üst-üstə yığıb yağlayırıq. Sonuncu 8-ci yuxanın üzərini də yağlayıb yuxaları 2 barmaq, yəni 3 sm yarım enində lentlər şəklində kəsirik. Və kəsdiyimiz lentləri 60 qram çəkisində rulet kimi büküb yığırıq. Və hazırladığımız bu ruletlərin səlgəli tərəfini üst hissəyə verib, alt tərəfindən lentin ucunu qatlayırıq və həmin hissəni də içliyi qoymaq üçün oyuq kimi açırıq. Hər oyuğa 2 dolu çay qaşığı içlikdən qoyub badamburaları bükürük. Hazırladığımız badamburaları soba üstünə düzüb üzərini örtürük. 25-30 dəqiqə gözlədir ki, yer mayası alsın. Sonra əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 20-23 dəqiqə bişiririk. Sobalar müxtəlifdir. Siz də dərəcəni öz sobanıza uyğun qoyun. Amma onu deyə bilərəm ki, badambura da qat-qat xəmir kimi biraz yüksək temperaturlu sobada bişməlidir ki, yağı içərisində həbs olsun və bu yağ qatları qaldırsın. Badamburalarımız hazırdır. Biz hələ ki üzərindən şəkər kirşanı səpmirik. Süfrəyə verəndə səpəcəyik. Bunlar tam soyandan sonra bir qazanın içərisinə yığırıq. Süfrəyə verdikcə üzərinə şəkər kirşanı səpirik. Çox ləzzətli bir badamburalar alınır bu reseptlə. Mütləq siz də sınayın, hazırlayın. Hazırlasanız nəticəni bizimlə də bölüşün. Bir də onu da qeyd eləmək istəyirəm. Biz qalan 8 gündən də eyni göstərdiyimiz kimi elədik və yoğurduğumuz xəmirdən ümumi 34 ədəd badambura alındı. Çox ləzzətlidir. Mən indi sizə onu kəsib
içərisinin qatlarını da göstərmək istəyirəm ki, sizə daha aydın olsun. Yəni bunu göstərməkdə məqsədim odur. Çünki hər badam bura belə gözəl olmur. Görünüşü gözəl ola bilər, amma belə olmur. Çox kövrək, çox zərif, içərisi yumuşaq, üzəri xırçıltılı, kövrək, çox ləzzətlidir. Siz də hazırlayın. Əgər bəyəndinizsə videonu like etməyi də unutmayın. Şərhlərinizi gözləyəcəyik.